2025-ci il sona yaxınlaşmaqdadır. Bu il Azərbaycan tarixində həmçinin sosial müdafiə tədbirlərinin güclənməsi ili kimi yadda qaldı. Cənab Prezidentin az təminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq, bugün 76 mindən çox ailəyə birdəfəlik yardımları ödənilməsi başa çatacaq. Bu dəstək 335 mindən çox ailə üzvünü əhatə edəcək. Yeni Sabah məlumat verir ki, bunun Milli Məclisin bugün keçirilən plenar iclasında deputat Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, 2025-ci il reallaşan 5-ci sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə etməklə ölkəmizdə sosial təminat sisteminin daha güclənməsinə xidmət etdi. 2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşan paketlərə 7,6 milyard manat əlavə vəsait yönəldilib. 2024-cü ildə Respublika üzrə orta aylıq əmək haqqı 8,1% artmışdısa, bu ilin ilk 10 ayında artım 9,4% olub. 2025-ci ilin yekununda nominal orta aylıq əmək haqqının 9,2% artacağı proqnozlaşdırılır. Onun sözlərinə görə, gələn aydan etibarən artıq bütün növ pensiyaların indeksləşdirilərək artırılması baş verəcək. 9,2% artırılacağı gözlənilən pensiya artımları 1 milyon 100 mindən çox vətəndaşımıza şamil edilərək yanvar ayından hesablanacaq. Bu, bütün növ əmək pensiyalarını, o cümlədən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyaları alan bütün vətəndaşlarımıza şamil ediləcək. Bu o deməkdir ki, 500 manat pensiya alan vətəndaşımızın pensiya məbləğində gələn aydan 46 manat artım olacaq. Nəticədə 2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır, yaşa görə orta pensiya isə 629 manata çatacaq və bu məbləğ 2025-ci illə müqayisədə 7,9%-dən çox artım deməkdir. Ehtiyac meyarının 300 manata çatdırılması isə gələn ildən ünvanlı sosial yardım almağa başlayacaq vətəndaşlarımızın sosial yardım məbləğinin artmasına səbəb olacaq. İlkin qiymətləndirmələrə görə 900 manat gəlirli 5 nəfərlik ailə öncə aldığı təxminən 525 manat əvəzinə yeni ehtiyac meyarının tətbiqi ilə orta hesabla 600 manat yardım alacaq. Bu isə təbii ki, daha çox ehtiyaca malik olan ailələrin daha yaxından dəstəklənməsi deməkdir, Vüqar Bayramov əlavə edib.